Amerika Birləşmiş Ştatları Dövlət Departamenti Türkiyəyə raket satışına icazə verdiyini açıqlayıb. ABŞ Dövlət Departamentinin Siyasi və Hərbi Məsələlər Bürosu Türkiyəyə 300 milyon dollarlıq hava tipli raketlərin satışına icazə verildiyini açıqlayıb. Açıqlamada qabaqcıl orta mənzilli hava raketləri və qısa mənzilli raketlərlə əlaqədar logistika və proqram dəstək elementlərinin təqdim ediləcəyi bildirilib. Bildirilib ki, satışla bağlı Konqresə də məlumat verilib. Bu satış Avropada siyasi və iqtisadi sabitlik üçün güc olmağa davam edən NATO müttəfiqinin təhlükəsizliyini artıracaq. Bəyanatda deyilir. ABŞ Müdafiə Nazirliyi də bu satışın Türkiyənin hava hücumundan müdafiə qabiliyyətini gücləndirəcəyini bildirib.